Salam əziz şagirdlər, mən sizlərə 2-ci sinif riyaziyyat iş dəftərindən tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Qırmızı və göy dairələrin ümumi sayını tapmaq üçün misal yaz. Yazaq. Baxırıq. Onluqlar şəklində verib 1, 2, 3. 3 onluğumuz var. Neçə təkliyimiz var? 4 təkliyimiz. 3 onluğumuz 30 edir. 4 təkliyimiz edir 34. Yəni 30-un üzərinə 4 gəlsə edəcək 34. Burada neçə təklik var? Burada isə 5 təklik var. Ümumi sayı tapmaq üçün 34-ün üzərinə 5 gəldik. 4-ün üzərinə 5 gəlsək 9. 5 tək ədəd olduğu üçün onluğu 0-dır. 3-ün üzərinə 0 gəlsək edəcək 3. Yəni 34-ün üzərinə 5 gələndə 39 edir. Göy və qırmızı dairələrin ümumi sayı 39 edir. Baxaq. 1, 2, 3. 3 onluğumuz var. Təkliyimiz yoxdur. 3 onluğumuz edir 30. Qırmızı dairələrin sayı 1, 2. 2 onluq var. 4 təklik var. 2 onluq edir 20. 4 təkliyi də üzərinə gəlsə edəcək 24. 34-ün üzərinə 24 gəlsək, 0-ın üzərinə 4 gəlsə edir 4. 3-ün üzərinə 2 gəlsə edəcək 5. Baxaq, 2 onluq var. 1, 2. 2 onluq, 2 təklik. 2 onluq, 2 təklik edir 22. 2 onluq qırmızı dairələrin sayıdır. Edir 20. Üzərinə də 6 təklik gəlsə edir 26. 22-nin üzərinə 26 gələ. 2-nin üzərinə 6 gəlsə 8. 2-nin üzərinə 2 gəlsə edəcək 4. Ümumi dairələrin sayı 48 etmiş. Oldu. Keçək növbəti tapşırığa. Cəmi tapın. Cəmi tapaq. 4-ün üzərinə 5 gəlsək 9. 2-ni gətirir aşağı. 1-in üzərinə 2 gəlsək 3. 6-nın üzərinə 0 gəlsək edir 6. 5-in üzərinə 3 gəlsək 8. 4-ün üzərinə 0 gəlsək edəcək 4. 0-ın üzərinə 4 gəlsək 4. Onluğun altı boş olduğu üçün 0 düşünə bilərik. 4-ün üzərinə 0 gəlsək edəcək 4. 1-in üzərinə 0 gəlsək 1. 3-ün üzərinə 2 gəlsək edir 5. 3-ün üzərinə 0 gələndə 3. 8-in üzərinə 1 gələndə edir 9. 0-ın üzərinə 0 gəlsək 0. 5-in üzərinə 3 gəlsək edir 8. 8-in üzərinə 0 gələndə 8. 4-ün üzərinə 4 gələndə edir 8. 6-nın üzərinə 1 gəlsək 7. 5-in üzərinə 4 gəlsək 9. 4-ün üzərinə 3 gəlsək 7. 8-in üzərinə 1 gəlsək 9. 7-nin üzərinə 2 gələndə 9. 1-in üzərinə 7 gələndə edir 8. 1-in üzərinə 5 gəlsək 6. 4-ün üzərinə 2 gəlsək edir 6. Davam edək. 5-in üzərinə 3 gəlsək 9. 5-in onluğun yanına yazırıq. 4-ün üzərinə 3 gəlsək 7. 1 gəlir onluğun yerinə. 0-ın üzərinə 9 gələndə 9. 2-ni düşürürük. 6-nın üzərinə 2 gəlsək 8. 5 gəlir onluğun yerinə. 5-in üzərinə 0 gəlsək 5. 2-nin üzərinə 7 gəlsək 9. 0-ın üzərinə 7 gəlsək 7. 4-ün üzərinə 5 gəlsək 9 edər. 7-nin üzərinə 0 gəlsək 7. 7-nin üzərinə 2 gəlsək 9 edir. 7-nin üzərinə 0 gəlsək 7. 2-nin üzərinə 6 gəlsək 8 edər. 2-nin üzərinə 0 gəlsək 2 edər. 1-in üzərinə 8 gələndə edir 9. 5-in üzərinə 3 gəlsək 8. 6-nın üzərinə 3 gəlsək 9. 3-ün üzərinə 2 gəlsək 5. 7-nin üzərinə 1 gəlsək edir 8. 1-in üzərinə 8 gəlsək 9. 8-in üzərinə 1 gəlsək edir 9. 1-in üzərinə 8 gələndə edir 9. 5-in üzərinə 2 gələndə edir 7. Davam edək. 4-ün üzərinə 5 gəlsək edir 9. 7 özü gəlir aşağı onluğun yerinə. 3-ün üzərinə 5 gəlsək 8. 4-ü düşürük aşağı. 8-in üzərinə 0 gəlsək 8. 3-ün üzərinə 3 gəlsək 6. 1-in üzərinə 7 gələndə edir 8. 2-nin üzərinə 3 gələndə 2-nin üzərinə 5 gələndə edir 7. Üçün üzərinə 6 gəlsək 9, 4-ün üzərinə 5 gəlsək edir 9. Yəni 43-ün üzərinə 56 gəlsək edər 99. Ədədləri alt-alta yazmaqla topla. 25-in üzərinə 3 gəlir. Yazırıq 25, üzərinə 3 gələndə
3 ancaq təklikdən ibarətdir. Onluğu yoxdur. Ona görə də 3'ü yazırıq təkliyin altına. Onluğun altı 0 qalır. 5'in üzərinə, yəni boş qalır. 5'in üzərinə 3 gəlsək 8. 2'ni düşürük onluğun yerinə. Yəni 2'nin üzərinə 0 gəlsək 0. 37'nin üzərinə gəlirik 20'ni. 7'nin üzərinə 0 gəlsək 7. 3'ün üzərinə 2 gəlsək edər 5. 30'un üzərinə 19 gələk. 0'ın üzərinə 9 gəlsək 9. 3'ün üzərinə 1 gələndə edir 4. 72'nin üzərinə 16 əlavə edək. 2'nin üzərinə 6 gəlsək 8. 7'nin üzərinə 1 gəlsək edir 8. 63'ün üzərinə 14 gələk. 3'ün üzərinə 4 gəlsək 7. 6'nın üzərinə 1 gəlsək edər 7. Davam edək. Misalları həll edin. Misalları əziz şagirdlər, əvvəlki qaydalarda, testlərdə, iş dəftərindən, dərslikdən hər birindən izah etmişik. Ən uyğun, ən əlverişli yolla hesablama apara bilərik. 29'un üzərinə 30 gələndə 29 2 onluqdur. 2 onluğumuz 20'dir. 20'nin üzərinə 30 gələrik 50, üzərinə də 9 əlavə edərik, edər 59. 6'nın üzərinə 23 gələndə, baxın 6 tək ədəddir, onluğu yoxdur. Təklikdən təkliyi toplaya bilərsiniz. 6'nın üzərinə 3 gələrsiniz, 9. 20'nin üzərinə 9 gəlsəz edər 29. Onluqdan onluğu təklikdən təkliyi toplaya bilərik. 2 onluğumuz 20. 5 onluğumuz 50. 20'dən 50'nin cəmi edir 70. Təklikdən də təkliyi toplayın. 4'ün üzərinə 2 gəlsə edər 6. 70'in üzərinə 6 gələndə edir 76. 3 onluq, burada onluğumuz yoxdur. Təklikləri toplayırıq. 2'nin üzərinə 6 gəlirik. 8. 30'un üzərinə 8 gəlsə edər 38. 70'in üzərinə 19 yəni 70'in üzərinə 10 gələ bilərik. Edər 80, üzərinə 9 gələndə 89. 20'nin üzərinə 10 gələrik 30. 2'nin üzərinə 5 gələrik 7. 30'un üzərinə 7 gələndə edər 37. 20'nin üzərinə 10 gələ bilərik. 30 üzərinə 6 gəlsək 36. 1'in üzərinə 40 gələndə çoxun üzərinə az gələ bilərik. 40'ın üzərinə 1 edər 41. 27'nin üzərinə 20 gələndə 20'də 2 onluq var. 10'unu da hesablaya bilərsiniz. 27'nin üzərinə 10 gəlsə 37, üzərinə də 10 gələndə 47. Hansı asan, hansı münasib gəlirsə o yoldan həll edə bilərsiniz. 40'ın üzərinə 8 gələndə 48. 53'ün üzərinə 16 gələndə 53'ün üzərinə 10 gəlin edir 63. Üzərinə də təkliyə 6'nı gəlsə edər 69. 65'in üzərinə 20 gələ bilərsiniz. 85 üzərinə də 4 gələndə edər 89. 55'in üzərinə 3 gələndə burada gördüyümüz kimi onluq yoxdur. 55'də 5 onluq var, yəni 50. 5 təkliyimiz var. 5'dən 3'ü toplaya bilərik. Edər cəmi 8. 50'nin üzərinə 8 gəlsə edər 58. 62'nin üzərinə 5 gələndə edir 67. 20'nin üzərinə 3 gəlsə edər 23. 64'ün üzərinə 23 gəlsə edər 87. Davam edək. Hesabla müqayisə et. 34'ün üzərinə 25 gələndə 34'ün üzərinə 25 gəlsək edəcək 59. 53'ün üzərinə 5 gəlsə edir 58. 59 böyükdür 58'dən. 22'nin üzərinə 43 gəlirik. 22'nin üzərinə 43 gələndə edir 65. 38'in üzərinə 30 gəlsə edər 68. 65 kiçikdir 68'dən. 31'in üzərinə 11 gəlirik. Edir 42. 23'ün üzərinə 23 gələndə edir 46. 42 kiçikdir 46'dan. 72'nin üzərinə 7 gəlsək edər 77. 52'nin üzərinə 27 gəlsək edər 79. 77 üzr istəyirəm 77 yox. 72'nin üzərinə 7 gələndə diqqətim dağıldı. 79 edir. 79 bərabərdir 79'a. 54'ün üzərinə 30 gəlsək 84. 43'ün üzərinə 41 gəlsək edər 84. 84 bərabərdir 84'ə. 50'nin üzərinə 40 gəlsək 90. 61'in üzərinə 26 gəlsək edər 87. 90 böyükdür 87'dən. Burada da üzərinə yox aşağısına yazaq. Devam
davam edək əziz şagirdlər. Məsələyə baxaq. Parkda 43 çınar ağacı, bundan 5 ədəd çox şam ağacı var. Parkda neçə şam ağacı var? Çınar ağacının sayını verib 43. 43 çınar ağacı var. Bundan 5 ədəd çox şam ağacı var. Neçə şam ağacı var? Şam ağacının sayı çınar ağacının sayından çoxdur. Bu nə deməkdir? 43 çınar ağacı var. Şam ağacının da sayı bundan 5 dənə çoxdur. 3-ün üzərinə 5 gəlsək 8. 4-ün özündə düşürük aşağı. Deyir parkda cəmi neçə şam ağacı var? 48 şam ağacı var. 7-ci, sonuncu məsələmizə baxaq. Aynur kitabxanadan aptekə, aptekdən marketə getdi. Yolu addımlar marketə neçə addım atdı? Əziz şagirdlər, baxın, şəkil üzərində bizə verib. Aynur kitabxanadan gəldi aptekə. Bax, deyir. Kitabxanadan aptekə gəldi. Aptekdən marketə getdi. Gəldi aptekə, aptekdən də getdi marketə. Bizdən soruşur ki, bizə deyir ki, və o addımlarını ölçdü. Ölçüb qeyd edib ki, kitabxanadan aptekə gələnə qədər 40 addım atıbdı. Aptekdən də marketə gedincə 25 addım atmışdır. Bizdən soruşur ki, o kitabxanadan marketə neçə addım atdı? Kitabxanadan marketə. Aynur çıxdı kitabxanadan, birbaşa getdi marketə. Ümumi deyil, neçə addım eləyəcək? Baxın, əziz şagirdlər. Bir daha deyirəm, daha diqqətli olaq. Kitabxanadan aptekə gəlmək üçün 40 addım atıb. Aptekdən marketə getmək üçün, buradan çıxıb marketə getmək üçün 25 addım atıb. İndi bizə deyir ki, kitabxanadan birbaşa marketə getsə neçə addım atmış olar? Hər iki addımları toplayırıq. 40 addım kitabxanadan aptekə kimdir? Aptekdən də marketə 25 addımdır. Bunların cəmi edəcək 0-ın üzərinə 5 gəlsək 5, 4-ün üzərinə 2 gəlsək 6. Edəcək cəmi 65 addım. Kitabxanadan marketə getsə 65 addım atmış olar. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.